Cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edirəm. Cənab Prezident, mən Musayev Araz Furqanoğlu 9 qat dünya, 3 qat Avropa əməkdar idman ustası və sizin tərəfinizdən dəfələrlə mükafatlandırılmış ev mükafatı, fəxri fərman, qiymətli əşya və dövlət qulluğunda xidmət göstərmək üçün bu hədiyyələr mənə edilmişdir. Cənab Prezident, bu günləri sizə bildirmək istəyirəm ki, Sərhədçi İdman kompleksində keçiriləcək Muay Thai Azərbaycan çempionatı və Muay Thai Federasiyasının xəbəri olmadan Suraxanı rayonunun icra başçısı və Kickboks Federasiyasının fəxri prezidenti Adil Əliyev tərəfindən və Uçsanda Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən və İdman şöbəsinin rəisi Elnur Məmmədov tərəfindən birləşərək bu yarışı təşkil etmişdir. Bununla bağlı General Polkovnik Elçin Quliyevə cənablarına müraciət edərək bildirmişdim ki, bu yarışın qarşısının alınması və qanunlara riayət olunması və əməlini yerinə yetirmək üçün öz göstərişinizi verəsiniz. Bununla bağlı 200-ə yaxın idmançı, məşqçi, rəhbər vəzifə daşıyan bütün Muay Thaistlər 3 gün, 5 gün ərzində sizə durmadan teleqramalar və Elçin müəllimə durmadan teleqramalar, İdman nazirinə durmadan teleqramalar vurulmuşdu. Buna baxmayaraq İdman naziri bizim məktubları qəbul etmədən və məktublarımıza cavab vermədən və cavab verərkən məktubları ayrı-ayrı ünvanlara ünvanlayaraq biz idmançılara qarşı qoyulan diqqət, qayğı göstərilməmişdi. Cənab Prezident, bildiyiniz kimi Türkiyənin Antalya şəhərində mənə qarşı törədilmiş sui-qəsd və qarın hissəsindən 4 bıçaq vurmaqla və çənə, baş nahiyəmdən böyük, ağır zədələr almışdım. Bununla bağlı Türkiyə Respublikasında 6 şəxs tutulmuş, onun 3-ü 17 il 6 ay iş alaraq, ağır cinayətlərdə bulunaraq cinayət altında bugün yatmaqdadır. Onun 3-ü isə Uçsanda Federasiyasının prezidenti Azər Həsənsoy, Kickboks Federasiyasının vitse-prezidenti Elşan Əbdürrəhmanov və onun məşqçisi Buqar tərəfindən də 1 ilə yaxın ağır cinayətlərdə yataraq bu günləri Ali Məhkəmədə işləri davam etməkdədir. Türkiyə prokurorluğu onların həbsini tələb etməkdədir. Buna baxmayaraq Muay Thai çempionatının yarışının keçirilməsi və mənim sağlamlığımla məşğul olmaqdansa, sağlamlığımla maraqlanmaqdansa, Türkiyədə cinayət işinin açıq qalması və bu gün də necə deyərlər, cinayəti törətmək üçün göstəriş verilən şəxslər bu gün də hələ bayırda ola-ola bunlar bir qrup insan toplaşaraq mənim haqqımda xoşa gəlməz ifadələr və güya mən idmançı olmamışam, saxta nəticələr əldə etmişəm və cənab prezident, sizi mən tərəfindən yox, Kickboks Federasiya prezidenti tərəfindən güya aldadılaraq sizə təqdimat yazılıb. O təqdimatın əsasında siz mənlə dəfələrlə görüşərək mənə mükafatlar vermişdiniz. Həmin sözləri mən bunlara söyləyəndə ki, və mükafatları alarkən Adil Əliyev, siz mənə məktub vermişdiniz. O da fikrində bildirmişdi ki, məktubu mən yox, güya kimsə verib. Ancaq həmin dövrdə Adil Əliyev Federasiyanın prezidenti olmuşdu. Ancaq buna baxmayaraq müraciət edərək sizə bildirmək istəyirəm ki, Silahlı Qüvvətləri günü və özüm də bir zabit olaraq sizə müraciət edib bildirmək istəyirəm ki, 26-sı yarışın keçirilməsinə Muay Thai Federasiyasının, onun idmançıları heç birinin xəbəri olmadan, Muay Thai klubları iştirak etmədən kickboks altında Muay Thai yarışının keçirilməsi Uçsanda Federasiyasının və Kickboks Federasiyasının idmançılarından ibarət olaraq Muay Thai yaradılması bu əlbəttə bütün idman qanunlarına ziddir. Cənab Prezident, biz hər zaman sizin ətrafınızda birləşərək 3 rəngli Azərbaycan bayrağını qaldırıb himnisini səsləndirməklə qürur hissi keçirtmişik. Çünki biz hər zaman sizin ətrafınızda və gələcək addımlar addımlayaraq irələmişik. Bu addımlardır ki, bu günləri bizi 9 qat dünya, 3 qat Avropa çempionu etmişdi və sizlə görüşmək bizə nəsib etmişdi. Cənab Prezident, sizdən xahiş edərək bütün idmançılar adından 200-ə yaxın idmançı sizə müraciət edib və bu müraciətlərə qarşı hələ də bu günləri bizə cavab gəlməməkdədir.
Cənab Prezident, biz bu məsələni qaldıranda deyirlər buna böyük tərəfdən bir göstəriş var. Ancaq böyük adamın kim olduğunu açıqlamadan bu sualları verirlər, özlərindən uzaqlaşmaq üçün kimlərinsə adlarından bu gün də istifadə edir. Şəxsən Elnur müəllim İdman Şöbəsinin rəisi tərəfindən dəfələrlə yuxarıdan deyilməsini, göstəriş verməsini və bunu bildirir. Cənab Prezident, biz sizin əskərinizik. Cənab Prezident, biz hər zaman bərabərliyimizi, birliyimizi və siz Milli Olimpiya Komitəsinə prezident gələn zaman həmin gündən biz sizin ətrafınızda toplaşmışıq və bugünkü günə qədər Azərbaycan dövlətinə, dövlətçiliyinə və sizə və xalqına xidmət göstəririk. Və bununla qürur keçirdərək və öz borcumuzu həyata keçiririk. Cənab Prezident, idmançılar adından, idmançı olaraq, federasiya prezidenti olaraq sizdən dəfələrlə xahiş edirik ki, bu yarışın dayandırılmasına göstəriş verəsiniz, bu qanunsuzluqların qarşısı alınması və mənə qarşı törədilən sui-qəsdin açıq qalması və onların həbs olunmalarını və Türkiyə Respublikasında araşdırılması üçün Azərbaycan Respublikasında prokurorluğunda araşdırılması üçün öz göstərişini verəsiniz.